İran hərbiçiləri Hayfa və Təl-Əvivdəki iri şirkətlərə məxsus obyektlərə zərbələr endirib. Tasnim İran Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadən bu barədə məlumat yayıb. Qeyd olunub ki, İran ordusu pilotsuz təyyarələrlə Hayfadakı Rafael Advanced Defense System silah şirkətinə və Ben Gurion hava limanı yaxınlığındakı Israel Aerospace Industries müəssisələrinə, eləcə də hava limanında yanacaq dolduran təyyarələrə zərbələr endirib. Bəhreynin hava hücumundan müdafiə qüvvələri yaxın şərqdə hərbi əməliyyatların başlamasından bəri 153 raketi ələ keçirir. Bundan başqa 301 pilotsuz uçuş aparatı zərərsizləşdirilir. İranın parçalanması yaxın şərqdəki münaqişənin yekun həlli ola bilməz. Bunu isə Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid Əl-Ənsari bəyan edib. İran bu regionun xalqları kimi minilliklərdir burada mövcuddur. Heç kim heç yerə getməyəcək. Ümumi məhv etmə çıxış yolu deyil, deyə o vurğulayıb.